izləyicilər, bu videomuzda sadə və mürəkkəb ədədlər haqqında danışacağıq. Sadə və mürəkkəb ədədlər haqqında danışmaq üçün ədədin bölən anlayışını bilmək lazımdır. Ədədin böləni dedikdə nə nəzərdə tutulur? Ədədin böləni dedikdə, ədədin qalıqsız bölündüyü hər bir natural ədədə ədədin böləni deyilir. Məsələn, gəlin 6-nın bölənlərini yazağın. 6-nın bölənləri. 6 hansı natural ədədlərə qalıqsız bölünür? 1-ə, 6-ya bölünür qalıqsız, 2-yə, 1-də 3-ə. Baxın, bu ədədlər 6-nın bölənləri adlanır. İndi elə ədədlər var ki, yəni burada söhbət natural ədədlərdən gedir. Elə natural ədədlər var ki, onların yalnız 2 böləni var. Elə ədədlər var ki, 2-dən çox böləni var. Yalnız 2 böləni olan ədədlərə sadə ədədlər deyilir. Məsələn, sadə ədəd. Məsələn, 2. 2 1-ə bölünür, 2-yə bölünür. Yəni, 2 böləni var. 1-ə və özünə bölünür. Məsələn, 17. 1-ə bölünür, 17-yə bölünür. Məsələn, 23. 1-ə bölünür, 23-ə bölünür. Baxın, yalnız 2 böləni olan ədədlərə sadə ədədlər deyilir. Deməli, sadə ədədin 2 böləni var. Yalnız 2 böləni var. 1 və özü. Keçdik indi mürəkkəb ədəd. Mürəkkəb ədəd. Mürəkkəb ədəd 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Məsələn, 8. 8 1-ə bölünür, 8-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür. Baxın, bölənlərinin sayı 2-dən çoxdur. Yəni, 1-ə bölünür, özünə bölünür, bir də digər ədədlərə bölünür. Məsələn, 16. Tutaq ki, 1-ə bölünür, 16-ya bölünür, 2-yə bölünür, 8-ə bölünür, 4-ə bölünür. Məsələn, 27. 1-ə bölünür, 27-yə bölünür, daha sonra 9-a bölünür, 3-ə bölünür. Baxın, 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Deməli, mürəkkəb bölən ədədlərin 2-dən çox böləni var. Böləni var. 1 isə nə sadədir, nə də mürəkkəb. Çünki ədədin sadə və mürəkkəb olması üçün 2 və 2-dən çox böləni olmalıdır. 1-in yalnız bir dənə böləni olduğu üçün ona görə o ədəd nə sadədir, nə də mürəkkəb. Yəni 1 ədədi nə sadədir, nə mürəkkəb. Nə sadədir, nə də mürəkkəb. Və ən kiçik sadə ədədimiz 2-dir. Yadda saxlayırıq. Ən kiçik sadə ədədimiz 2-dir. Ən kiçik mürəkkəb ədədimiz isə ən kiçik mürəkkəb ədəd 4-dür. Və onu da qeyd edim ki, 2 yeganə cüt ədəddir ki, sadədir. Digər cüt ədədlərin hamısı mürəkkəb ədəddir.